Salam, değerli coğrafyaçılar. Bu günləri havanın elementləri, atmosfer hadisələri testlərinin izahına baxacaq. Test 1. Atmosfer cəbhələri nədir? Cəbhə iki atmosfer hava kütlələrinin arasında keçid zonasını oynayır. Qonşu hava kütlələri arasındakı keçid rolunu oynayan atmosfer cəbhələri hesab edilir. 2-yə baxaq. Mütləq rütubətlilik nədir? Yoldaşlar, iki cür rütubətlilik var. Biri var mütləq rütubətlilik, digəri isə nisbi rütubətlilik. Mütləq rütubətlilik 1 kub metr havada olan su buxarının faktiki qramlarla miqdarıdır. 1 kub metr havada olan su buxarının qramlarla miqdarıdır. Həmin o qramın o 1 kub metr havada neçə faiz olduğunu tapanda isə nisbi rütubətlilik hesab edilir. Deməli, qramlarla miqdar mütləq rütubətlilik, onun faizlə göstəricisi isə nisbi rütubətlilikdir. Misal üçün belə bir sual verirəm. 30 dərəcə temperaturda 1 kub metr hava özündə 30 qram su buxarı saxlaya bilər. Yəni maksimum 30 qram, yəni ki 30 qram 100%'dir. Mən də deyirəm ki, havada var 15 qram su, 15 qram. Həmin bu 15 qram oradakı 30 dərəcə temperaturda 1 kub metr havada olan su buxarının qramla miqdarını göstərir. Yəni mütləq rütubətliyini göstərir. Yox desəm ki, həmin 15 qram su orada nisbi rütubətliyi nə qədər olar? Həmin vaxtı 15 qramın neçə faiz olduğunu taparsan, 15 qram 30%'in 30 qramın 50%'idir. Deməli, bizim nisbi rütubətliyimiz 50%'dir. Bir sözlə, qramı soruşursa mütləq rütubətlilikdir. Həmin qramın o 1 kub metr havada neçə faiz olduğunu soruşursa, bu nisbi rütubətlilik hesab edilir. Üçüncü suala baxaq. Havanın temperaturunun sutkalıq amplitudu. Yoldaşlar, amplituda maksimum temperaturla minimum temperaturu arasındakı fərqdir. Amplituda olur iki cür. Biri olur sutkalıq temperatur amplitudu, biri də olur illik temperatur amplitudu. Sutkalıq temperatur amplitudu nədir? Sutkanın ən isti vaxtı ilə ən soyuq vaxtı arasındakı fərq. İllik temperatur amplitudu ilin ən isti temperaturu ilə ilin ən soyuq temperaturu arasındakı fərq. Havanın temperaturunun sutkalıq amplitudunu soruşursa, sutka ərzində havanın ən yüksək və ən alçaq temperaturları arasındakı fərq. Dördüncü suala baxaq. Daimi donuşluğun yaranması bağlıdır. Daimi donuşluq sahələrinin yaranması nə ilə bağlıdır? Aşağı temperatur və nəzik qar örtüyünün olması. Misal üçün qütblərə yaxın ərazilər. Alçaq temperatur, gəlin qar örtüyü yox. Bir dəqiqə bax burada. Qar örtüyünün qalın olması yox. Qar örtüyü qalın yox. Nəzik qar örtüyü və aşağı temperatur. 5-ci suala baxaq. Soyuq atmosfer cəbhəsi yaranır. Yoldaşlar, iki cür atmosfer cəbhəsi var. Biri isti cəbhə, digəri isə soyuq cəbhə. İki atmosfer cəbhəsi qarşılaşan zaman soyuq cəbhənin isti cəbhəni sıxışdırması nəticəsində qalib gələn soyuq cəbhənin adı verilir. Həmin hadisəyə deyirlər soyuq atmosfer cəbhəsi. Yəni soyuq atmosfer cəbhəsi soyuq hava hərəkət edərək isti havanı sıxışdıran zaman baş verir. Əgər isti cəbhə necə olardı? İsti cəbhə isə isti hava kütlələri soyuq hava kütlələrini sıxışdıran zaman isti cəbhə olardı. 6-cı suala baxaq. Atmosferdə olan ozon təbəqəsinin rolu. Ozon təbəqəsi bilirsiniz ki, atmosferin aşağıdan yuxarı ikinci qatı olan stratosferin aşağı hissəsində olur. Gəlinliyi 20 kilometr, daha doğrusu hündürlüklərdə olur. 20 kilometr hündürlüklərdə. O, yeri nədən qoruyur? Günəşdən gələn zərərli ultrabənövşəyi şüalardan qoruyur. Ultrabənövşəyi şüalardan qoruyur. Zərərli şüalar. Növbəti sualımız 7-yə baxaq. Hansı hava şəraitində sutkalıq temperatur amplitudu daha böyük olar? Yoldaşlar, sutkalıq temperatur amplitudunun böyük olması üçün hava isti və quraq, aydın, bulutsuz hava olmalıdır. Sutkalıq temperatur amplitudu ən çox olur tropik səhralarda. Çünki tropik səhralarda gecələr temperatur 0, -1, -2 dərəcəyə qədər düşə bilir. Gündüzlər isə müsbət 40-45 dərəcəyə qədər qalxa bilir. Yəni sutkalıq amplituda təxminən
45 dərəcəyə yaxın olur. 40-45 dərəcəyə. Bu ən çox səhralarda olur. Çünki səhralarda su olmadığı üçün gecələr istiliyi özündə saxlaya biləcək havada rütubət, nəmişkənlik olmadığı üçün gün batandan sonra dərhal havadakı temperatur sıfıra qədər düşə bilir. Ona görə gecə ilə gündüz arasında da temperatur fərqi çox olur. Həmin bu temperatur fərqinə də amplituda deyirlər və sutkalıq temperatur amplitudası. Bu da ən çox bulutsuz, aydın hava. Tropik səhralar. 8-ə baxaq. Hansı hava şəraitində sutkalıq temperatur amplitudu kiçik olar? Rütubətli ərazilərdə. Misal üçün ekvatorial ərazilərdə. Orada yalnız bir fəsil var. Gecə temperaturu misal üçün 17-18 dərəcə olduğu halda müsbət, gündüz də olur 21-22 dərəcə. Təxminən 3 dərəcə, 4 dərəcə temperatur fərqi eləyər. Yəni amplitudası 3 və 4 dərəcə ola bilər. Yəni çünki həmin ərazilərdə rütubətli, bulutlu hava, yağışlı hava müşahidə edilir. 9. Xəritələrdə eyni temperatura və təzyiqə malik olan nöqtələri birləşdirən xətlər müvafiq olaraq necə adlanır? Eyni temperatur izoterim, eyni təzyiq izobar, izoterim və izobarlar, yəni D variantı. Növbəti 10-cu suala baxaq. Sutka ərzində ən aşağı temperatur nə vaxt müşahidə edilir? Yoldaşlar, sutkanın ən soyuq vaxtı səhər-səhər günəş çıxmamışdan 10-15 dəqiqə öncə müşahidə edilir. Ən isti vaxtı isə günortadan 2-3 saat keçəndən sonra, yəni təxminən 14-15:00 aralığında bir vaxtda. 11. Dünyanın ən soyuq yerləri. Yoldaşlar, dünyanın ən soyuq yerləri insan yaşamayan Yaponiyanın Fuji kümbəzi var, Antarktidadadır. Yaponiyanın Fuji kümbəzi. Bir də ki, insan yaşayan ərazi olaraq soruşulsa, insan yaşayan ərazi olaraq Rusiyada Sakha-Yakutiyada Oymyakon yaylasında yaşayış ərazisidir. Həmin ərazidə -71 dərəcə. Fuji kümbəzində isə -91 dərəcə qeydə alınıb. Sonra 12. İsti atmosfer cəbhəsi yaranır. Bayaq dediyim kimi, bayaq soyuğu soruşurdu, indi istini. İsti hava kütlələrinin soyuq hava kütlələrini sıxışdırıb çıxarması nəticəsində qalib gələn hansı cəbhədir? İsti cəbhənin adı verilir. Olur isti atmosfer cəbhəsi. İsti hava soyuq havanı əks istiqamətdə hərəkət etdirərək, sıxışdıraraq, yəni soyuq isti atmosfer cəbhəsinin yaranmasına səbəb olur. 13-cü sual. Yüksəkliyə doğru atmosfer təzyiqinin dəyişməsinin səbəbi. Səbəb nədir? Bəsitdir. Deməli, biz bilirik ki, biz havanı, atmosferi bir hava okeanı kimi fikirləşsək. Belə çıxır ki, hava okeanı kimi fikirləşdiksə, biz deməli, yuxarı qalxanda hava okeanının üzünə çıxırıq. Hava okeanının üzünə çıxanda bizə havanın baskısı artar, azalar. Əlbəttə ki, azalar. Çünki sən hava okeanının üzünə çıxırsan. Yəni, yuxarıya qalxanda havanın baskısı azalır, təzyiq neyinir deməli? Baskı azalırsa təzyiq azalır. Yəni atmosferin təzyiqi aşağı düşür. Atmosferin təzyiqi ən çox troposferin ən aşağı hissəsində, yəni yer səthinə yaxınlaşdıqca təzyiq artır. Atmosfer təzyiqi. Yuxarı qalxdıqca isə təzyiq azalır. Bizdən nəyi soruşur? Yüksəkliyə doğru atmosfer təzyiqinin dəyişməsinin səbəbi, çünki həmin ərazilərdə havanın sıxlığı azdır. Yəni sıxlıq azalır. Çünki hava okeanının üzərinə çıxırsan. Təsəvvür edin ki, misal üçün suyun dibindəsən okeanda. Suyun dibində suyun baskısı çoxdur, eləmi? Okeanın üzünə çıxdıqca suyun baskısı, təzyiqi azalır. Eynən atmosferdə bu formada fikirləşə bilərsiniz. Növbəti sualımıza baxaq. 14. Temperaturu, təzyiqi və rütubətliliyi ölçən cihaz necə adlanır? Baxaq. Temperaturu ölçən cihaz necədir? Termometr. Təzyiqi ölçən cihaz barometr, barometr. Rütubətli ölçən cihaz isə higrometr. Digər adına psixometr də adlandırırlar. Yəni Y variantı. Misal üçün, flüger küləyin gücün və istiqamətini ölçür. Seizmograf zəlzələlərin gücünü ölçür. Sonra nə qaldı? Başqa seismograf eynən burada da. 15-ci suala baxaq. Duman və buludun əmələ gəlməsinin ümumi cəhəti.
Duman və bulud əmələ gəlməsinin ümumi cəhəti. Yoldaşlar, ümumiyyətlə atmosferdən yağan yağıntılar iki yerə bölünür. Bax, atmosferdən yağan yağıntılar bölünür iki yerə. Biri var buluddan yağan yağıntılar, biri də var havadan yağan yağıntılar. Hava. Buluddan yağan yağıntılar hansılardır? Yağış, dolu və qar. Bunlar buluddan yağır. Havadan yağan yağıntılar isə şehdir, qrovdur, sırsıradır, dumandır. Bunlar isə havadan çökən yağıntılar hesab edilir. İndi bizə deyir ki, duman və buludun əmələ gəlməsinin ümumi cəhətlərini bizdən soruşur. Əlbəttə ki, su buxarının kondensiyasiyaya uğrayıb kiçik su zərrəciklərinə çevirməsi. Dumandır, buluddur. Bunlar nədir? Bunlar su buxarının sanki kiçik yüngül su zərrəciklərinə çevrilməsidir. Ağırlığı çoxaldıqca yağışa çevrilirlər. Aydındır. Və yaxud da dumanın ağırlığı çoxaldıqca yerə şeh vəziyyətində şeh kimi düşür. Ancaq kiçik zərrəciklər olduqları halda havada asılı vəziyyətdə göydə yüksəklikdə qalırlar. Növbəti 16-cı suala baxaq. Sxemdə əks olunan atmosfer hadisəsini müəyyən edin. Yoldaşlar, mərkəzdən hava kənarlara doğru gedir. Deməli, mərkəzdə necə təzyiqdir? Mərkəzdə yüksək təzyiq. Mərkəzdə yüksək təzyiqdirsə, söhbət gedir nədən? Fikir verin. Bax, söhbət gedir bu prosesdən. Mərkəzdə yüksək təzyiq, hava mərkəzdən kənarlara doğru hərəkət edir. Bu adlanır antisinklinal. Bu antisinklinal adlanır və ekvatordan yuxarıda antisinklinal saat əqrəbinin istiqamətindədir. Eynən bizdən onu soruşurdu. Yəni, nə oldu? Antisiklon, daha doğrusu antisiklon B variantı. 17. Külək gülü nə üçün tərtib edilir? Külək gülü yoldaşlar, küləyin istiqamətini və gücünü müəyyən etmək üçündür. Misal üçün, bir ay təxminən 30-31 gündəndir. Biz 30-31 gün götürürük. Misal üçün, noyabr ayın olsun 30 günlük. Ayın birində baxdı ki, temperatur şimaldan əsdi. Hava daha doğrusu külək şimaldan əsdi. Sonra ikisi də şimaldan, üçü də şimaldan, 4-ü, 5-i, misal üçün 10 gün şimaldan əsdi. Sonra ayın 11-i qərbdən, 12-si şərqdən. Option bir sözlə ayları bir-bir qeyd edirik. Misal üçün ayları bir-bir qeyd edirik. Sonra ayın ən çox bunların uclarını birləşdiririk bu formada. Belə baxanda görürük ki, deməli ay ərzində hakim olan ən çox külək əsən tərəf haradır? Qərb tərəf. Deməli, bu günlərə hakim küləklər ay ərzində əsasən qərbdən əsib, qərbdə müşahidə edilib. Deməli, külək gülü ilə hakim küləyin istiqamətini təyin etmək mümkün olur. Sonra 17-18 daimi küləklərə aiddir. Yoldaşlar, 3 cür külək növü var. Biri var daimi küləklər, biri var mövsümi küləklər, biri də var sutqalıq küləklər. Daimi küləklər yerin öz oxu ətrafında fırlanmasından, Coriolis qüvvəsindən yaranan küləklər hesab edilir. Daimi küləklər mussonlar, daha doğrusu passat küləkləri, qərb küləkləri, bir də qütüb küləkləri hesab edilir. Passat, qərb və qütüb küləkləri. İndi o küləklərin görsədim sizə vəziyyətini. Fikir verin bura. Daimi küləklər, baxın. Bax, bu küləklər daimi küləklər hesab edilir. Deməli, tropiklərdən ekvatora doğru əsən küləklər passatlar. Tropiklərdən mülayimlərə doğru əsən küləklər qərb küləkləri. Qütübdən mülayimə doğru əsən küləklər isə şimaldakı şimal şək küləyi, cənubdakı isə cənub şək küləyi hesab edilir. Bu üç külək daimi külək hesab edilir. Növbəti. Passat küləklərinin qərbə meyl etməsinin əsas səbəbi görək nədir? Nəyə görə passat küləkləri qərbə meyl edir? Ümumiyyətlə passat küləkləri, ümumiyyətlə daimi küləklərin istiqamətinin hansı istiqamətə əsdiqini yaranmasının səbəbi yerin öz oxu ətrafında fırlanmasıdır. Yer öz oxu ətrafına fırlandığı üçün daimi küləklər hərəsi bir istiqamətə əsir. 20-ci suala baxaq. Atmosfer yağıntısı nədir? Atmosfer yağıntısı ümumiyyətlə troposferdən yer səthinə bərk və maye halında düşən yağıntılar hesab edilir. Bütün atmosfer hadisələri, yəni yağış, dolu, qrov, sırsıra, yağıntı növləri hər biri
atmosferin ən aşağı qatı olan troposferdə müşahidə edilir. Bunu da bilmiş olasınız. 21-ci suala baxaq. Doymuş hava nədir? Yoldaşlar, doymuş hava 1 kubmetr havanın hər hansısa bir temperaturda maksimum götürə biləcək suyun miqdarıdır. Misal üçün, 30 dərəcə temperaturda 1 kubmetr hava özündə maksimum 30 qram su götürə bilər. 30 qram suyu götürürsə, deməli, həmin hava doyub. Aydındır. Yəni, 1 kubmetr havanın götürə biləcəyi suyun miqdarı havanın, həmin ərazinin doymuş havası hesab edilir. Bir də havanın, yağışın yağması üçün hava da mütləq doymalıdır. Hava da nə etməlidir? Mütləq doymalıdır. Fikir verin D variantına. Tərkibində mümkün ola biləcək qədər su buxarı olan hava doymuş hava hesab edilir. 30 dərəcə temperaturda 1 kubmetr hava 30 qram su götürəndə doyur. 20 dərəcə temperaturda 17 qram su götürəndə doyur. Temperatur 10 dərəcəyə düşəndə müsbət 9 qram suda hava doyur. 0 dərəcə temperaturda 5 qramda doyur. Mənfi 10 dərəcə temperaturda 2,5 qram su ilə doyur hava. Mənfi 20 dərəcə temperaturda isə 1 qram su götürəndə hava doymuş olur. Fikir verdiniz, temperatur aşağı düşdükcə havanın doyma həddi də azaldı. Fikir verdiniz. Misal üçün, 30 dərəcə temperaturda 30 qram suda doyurdusa, 20 dərəcədə 17 qram suda doyur. Bunu da yadda saxlamaq lazımdır. 22. Yer səthində təzyiq qurşaqlarının yaranma səbəbləri. Nəyə görə yer səthində təzyiq qurşaqları yaranır? Ümumiyyətlə, yer səthində günəş şüaları düşdüyü fərqli ərazilərə, fərqli bucaqlarla düşdüyü üçün həmin ərazilər qeyri-bərabər qızır. Qeyri-bərabər isindiyi üçün müəyyən ərazilər, onlar arasında təzyiq fərqləri yaranır. Misal üçün, bir ərazi daha çox isinir, bu ərazinin fikirləşini daha çox isinib. Deməli, burada isinmə çoxdursa, burada təzyiq azdır, az olur. Bura daha az isinibsə, burada təzyiq çoxdur. Hava da təzyiq çox olan yerdən az olan yerə doğru əsir. Ümumiyyətlə, təzyiq fərqlərinin yaranması yer səthinin qeyri-bərabər qızması. Yəni, bu asan sualdır. 23-də nə deyir? Ekvatorial enliklərdə alçaq təzyiq qurşağının yaranmasının başlıca səbəbi. Yoldaşlar, ekvatorial enliklərdə qalxan havalar müşahidə edilir. Qalxan havalar olan yerdə də alçaq təzyiq qurşağı mövcud olur. Ümumiyyətlə, biz bilməliyik ki, bizim 7 təzyiq qurşağımız var. Onlardan 7 təzyiq qurşağımız var. Bir dəqiqə. Onlardan 4'ü bir dəqiqə baxaq. Hissədə yoxdur. Onlardan 4'ü yüksək təzyiq, 3'ü alçaq təzyiq. Ekvatorla tropik ərazilərdə, ekvatorial və tropik ərazilərdə havalar qalxır. Qalxan havalar olan yerdə isə təzyiq alçaq olur. Qalxan hava, təzyiq alçaq, buludlu hava, yüksək yağıntı. Bu da ekvatorial və mülayim enliklərə xas olan xüsusiyyətlərdir. Başlıca səbəbi, deməli nə oldu? İl ərzində yer səthindən qalxan hava axınlarının üstünlüyü. 24-cü suala baxaq. Bulutsuz hava şəraitində gündüz havanın temperaturu müsbət 6 dərəcə, gecə mənfi 3 dərəcə olarsa, yaranacaq yağıntı növünü müəyyən edin. Yoldaşlar, bulutsuz hava deyirsə, deməli buluddan yağan yağıntı olmayacaq. İndi sizdən soruşuram, bu verilən yağıntılardan hansı buluddan yağır? Bəli, dolu buluddan yağır. Yağış da buluddan yağır, qar da buluddan yağır. Qaldı qrovla şehin arasında. Yoldaşlar, şeh gecə istər gündüz temperaturu müsbət olan halında baş verə bilər. Əgər gecə temperatur mənfiyə düşübsə, deməli burada şeh yarana bilməz. Şehin qış şehi adlanan qrov yarana bilər. Qrova qış şehi də deyirlər. Çünki o mənfi temperaturda yaranır. 25. İllik temperatur amplitudunun daha az olduğu ərazilər. İllik amplituda ən az olan ərazi ekvatorial ərazilərdir. Çünki orada bir fəsil var. Ümumiyyətlə bir fəsil var. Orada ekvatorial ərazilərdə istər sutkalıq amplituda, istər illik amplituda ümumiyyətlə azdır. Çünki orada bir fəsil var, daimi yaydır. Həmişə temperatur 18-20 dərəcələrdə olur. Orada amplituda demək olar ki, 0-a bərabərdir. Ən yaxşı halda 1, 2 və yaxud da 3 dərəcə ola bilər, yəni ki, amplituda. Və biz ekvatorial əraziləri seçməliyik. Bax, Kalimantan adası, bir də Amazon ovalığı. Hər biri
ekvatorial iqlim qurşağında yerləşir. 26-ya baxaq. İllik temperatur amplitudunun daha yüksək olduğu ərazilər. İllik amplituda ən yüksək hardaydı? Bəli, mülayim ərazilərin kontinental hissələrində. Mülayim kontinental, daha doğrusu kəskin kontinental və yaxud da digər adla kontinental adlandırılan ərazilərində illik amplituda ən çox müşahidə edilən ərazilərdir. Həmin ərazilər də, baxın, Orta Sibir yaylası Rusiya, bir də Gobi səhrası Orta Asiya. Yəni bir sözlə Orta Asiya. 27. Qütb ətrafı ərazilər üçün səciyyəvi olan rütubətlik əmsalı. Yoldaşlar, qütbyanı ərazilərdə yağıntılar da az yağır. Buxarlanmanın da qabiliyyəti azdır. Həm yağıntı azdır, həm də buxarlanma qabiliyyəti azdır. Rütubətlik əmsalını tapmaq üçün nə edirsən? Rütubətlik əmsalı bərabərdir yağıntı, yağıntı. Böl, buxarlanma. Yağıntı da azdır qütblərdə, buxarlanma qabiliyyəti də azdır. O da hansı variantdadır? C variantında. Fikir verin, yağıntı da azdır, buxarlanma qabiliyyəti də azdır. Növbəti suala baxaq. Rütubətlilik əmsalının hansı göstəricisində çay şəbəkəsinin sıxlığı daha az olur? Çay şəbəkəsinin sıxlığı harda az olar? Ki o ərazilərdə yağıntı az olsun. Yağıntı az olan ərazilərdə çay şəbəkəsinin sıxlığı da az olar. İndi baxın variantlara. Görün hansı variantda yağıntı daha azdır. Baxın D variantında. Yağıntı azdır. Yağıntı azdır. İsti ərazidir. Misal üçün səhralar, buxarlanma qabiliyyəti çoxdur. Burada rütubətlik əmsalı 0,1-dir. Deməli, həmin ərazilərdə çay və göl şəbəkəsinin sıxlığı az olacaq. 29. Bir-birinə yaxın olan dağ zirvələrinin mütləq hündürlükləri 4000 metrə və 2730 metrəyə bərabərdir. Onlar arasındakı atmosfer təzyiq fərqini müəyyən edin. Deməli, 2 dənə dağ var. Birinin hündürlüyü 2730 metrədir, digərinin 4000 metrədir. Bunlar arasında nə qədər hündürlük fərqi var? Tapırıq 4000-dən 2370-i çıxanda eləyir 1630 metrə. Deməli, bunlar arasında 1630 metrə hündürlük fərqi var. Bəs nə qədər təzyiq fərqi var? Biz də bilirdik ki, təzyiq fərqini necə tapırdıq? 1 metrədə, daha doğrusu atmosfer təzyiqinin 1 milli dəyişməsi üçün 10 metrə hündürlük lazım idi. Bəs burada atmosfer hündürlüyün 1630 metr olanda nə qədər dəyişməsi olar? X milli dəyişməsi olar. Yəni 1-in 10-a nisbətidir də. 1 0 silərik. Deyərik ki, 163 milli atmosfer təzyiqi fərqli olar. Yəni A variantı. 30-cu suala baxaq. Kilimanjaro dağından dəniz səviyyəsindən 1200 metr hündürlükdə atmosfer təzyiqini verir. Yoldaşlar, Kilimanjaro dağını çəkirik. Onun hündürlüyü nə qədərdir Kilimanjaronun? 5895 metrə. Bu Kilimanjaro dağıdır. Deyir ki, Kilimanjaro dağından dəniz səviyyəsindən, yəni ətəyindən 1200 metrə yüksəklikdə. Təzyiqi verib 1200 metrə yüksəklikdə. Nə qədər verib təzyiqi? 640 milli. Sonra deyir ki, 5000 metrə yüksəklikdə atmosfer təzyiqini müəyyən edin. 1200 metrə ilə 5000 metrə arasında neçə metrə fərq var? Nə qədər fərq var? Var 3800 metrə. Aralarında 3800 metrə fərq varsa, nə qədər atmosfer təzyiqi fərqi var? Bəli, 3800 metrə 380 milli atmosfer təzyiqi deməkdir. Deməli, bu hissədə 1200-də 640-dırsa, yuxarı qalxanda 380 azalacaq. Yəni 640-dan 380-i çıxmalıyıq. Cavabımız da olacaq nə qədər? 640-dan 380-i çıxanda eləyir 260 milli. Deməli, 5000 metrə yüksəklikdə atmosfer təzyiqimiz 260 milli imiş. 30-cu suala baxaq. Nə soruşur bizdən? Hansı məntəqələr arasında külək daha zəif əsər? Yoldaşlar, küləyin daha zəif əsməsi üçün həmin məntəqələr arasında atmosfer təzyiqinin fərqi də az olmalıdır.
Yəni hansında fərq azdırsa, orada təzyiq daha azdır və küləkdə daha zəif olacaq. Misal üçün P ilə N-ə baxaq. P-də 755, N-də 750. Arasında 5 milli var təzyiq fərqi. O ilə M-də. O 760-da, M 770-də. Arasında 10 milli təzyiq fərqi. M ilə N-ə baxaq. M-də 770, N-də isə 750. Arasında 20 milli fərq var M ilə N-in. Sonra B ilə N-ə baxaq. B 765, N 750. Arasında 15 milli atmosfer təzyiqi fərqi var. B ilə P-yə baxaq. B 765, P 755. Arasında 10 milli atmosfer təzyiqi var. İndi hansının arasında atmosfer təzyiqi fərqi azdırsa, orada külək daha zəif olacaq məntiqlə. 32-ci suala baxaq. Hansı məntəqələr arasında külək daha güclü əsir? Deməli, burada təzyiq fərqi çox olanı tapmalıyıq. Hansıların arasında təzyiq fərqi çoxdursa, orada külək daha güclü əsəcək. 33-cü suala baxaq. Verilmiş coğrafi hadisənin nəticəsi. Yoldaşlar, belə baxırıq ki, mərkəzdə yüksək təzyiqdir. Çünki hava mərkəzdən kənarlara doğru hərəkət edir. Bu antisiklondur və ekvatordan şimalda saat əqrəbinin istiqamətində hərəkət edir. Ekvatordan şimalda antisiklon. Bunun mərkəzində yüksək təzyiq, enən havalar müşahidə edilir və bulutsuz aydın havadır. Aydındır və radiasiyada düz radiasiyadır. Düz radiasiyanın kəmiyyəti çoxdur. A variantına baxaq, düz radiasiyanın kəmiyyəti azalması. Xeyr, düz radiasiya artır burada. Nisbi rütubətin artması. Xeyr, rütubətin əskiliyi var burada. Quru ərazidir. Buludluluğun artması. Xeyr, əksinə bulud zəifdir. Sutkalıq temperatur amplitudunun azalması. Xeyr, əksinə sutkalıq temperatur amplitudu artır. Çünki quru ərazilərdir. Misal üçün tropik səhra, belə fikirləşin. Düz radiasiyanın kəmiyyətinin artması, bəli, bu ərazilər bulutsuz ərazilərdir. Həmin ərazilərdə də günəş şüaları düz bucağı, düz radiasiyanın düşür. Yəni, səpələnən olmur. Çünki bulud yoxdur. 34-cü sual. Hava kənarlardan mərkəzə doğru əsir. Çünki mərkəzdə alçaq təzyiqdir və alçaq təzyiq hava kənardan mərkəzə doğru gəlir. Gəlib mərkəzdə hava qalxır yuxarıya doğru. Deməli, qalxan havalardır. Qalxan hava. Təzyiq necədir mərkəzdə? Alçaq təzyiqdir. Qalxan havalar buludlu hava olur. Yuxarıda bulud yaranır. Ekvatordan cənubda, ekvatordan şimaldadır. Çünki saat əqrəbinin əksi istiqamətindədir. Buludluluğun azalması yox, artması. Nisbi rütubətin azalması, xeyr, əksinə buludlu havadırsa, rütubət artır. Buludluluğun artması mı? Bəli, C variantı. Yağıntı azalmır, əksinə artır. Düz radiasiya olur mu? Xeyr, buludlu havadırsa, səpələnən radiasiya olur. 35. Rütubətlilik əmsalının hansı göstəricisində süxurların fiziki aşınması daha intensiv gedir? Yoldaşlar, fiziki aşınma daha quru ərazilərdə, yəni səhralarda daha yüksək olur. Yəni daha rütubətsiz ərazi, quru ərazi haradır? Yağıntı az, buxarlanma qabiliyyəti yüksək olan ərazi. Fikir verin Y variantına. Yağıntı az, buxarlanma qabiliyyəti çox. Həmin ərazilərdə, yəni rütubətlik əmsalı az olan ərazilərdə fiziki aşınma daha üstündür. Rütubətlik əmsalının hansı göstəricisində süxurların kimyəvi aşınması? Kimyəvi aşınmanın olması üçün rütubətli ərazi olmalıdır. Yəni rütubətlik əmsalı vahidə nə qədər yaxın və yaxud da vahiddən böyük olsa daha yaxşı olar. Yəni yağıntı buxarlanma qabiliyyətindən çox olsa daha yaxşı olar. Ona görə B variantı. Fikir verin. Yağıntı 1500 milli, buxarlanma 1200 milli. Rütubətlilik birdən yüksəkdir. Birdən yüksək olduğu üçün rütubətlilik həmin ərazi kimyəvi aşınmaların baş vermə ehtimalının çox olduğu ərazilərdir. 37. Havanın sutkalıq temperatur amplitudunun daha böyük olduğu məntəqələr. Yoldaşlar, hansı ərazilərdə sutkalıq amplituda çox idi? O ərazilər, bəli, quraq ərazilər. Misal üçün, səhralar.
Yəni nəmişkənlik olmayan ərazilər, yəni suyun olmadığı ərazilər. Burada dəniz var. Dənizdən ən uzaqdakı məntəqə ən quru ərazi olacaq ki, orada da sutkalıq amplituda daha çox olacaq. İndi sizdən soruşacağım. Sizcə hansı variant? Bəli, deyirsiniz müəllim. Bax, bu variant sudan daha uzaqdır. Həmin ərazi daha quru ərazidir, daha kontinental ərazidir və sutkalıq amplituda daha çoxdur. Burada nə soruşur? Havanın sutkalıq temperatur amplitudunun daha kiçik olduğu ərazilər suya daha yaxın ərazilər ki, o həmin ərazilər rütubətlidir. Həmin ərazilərdə sutkalıq amplituda az olur. Şimal yarımkürəsində hava kütlələrinin yayda şimala, qışda cənuba yönəlməsinin səbəbi. Səbəb odur ki, yoldaşlar, belə deyim də, günəşin zenitdə olma vəziyyətinin dəyişməsi ilə bağlıdır. Günəş şimalda olanda, şimal daha çox isinir. İsinən ərazidə təzyiq az olur, təzyiq azdır. Cənubda isə hava daha soyuqdur və təzyiq çoxdur. Ona görə yayda hava kütlələri cənubdan şimala doğru gedir. Qışda isə günəş cənubda olanda tam əksi olur. Yəni bu günəşin ümumiyyətlə zenit vəziyyətinin il ərzində fərqli olması ilə bərabər əlaqədardır. 40-cı sual. Yer səthində atmosfer təzyiqinin qeyri-bərabər paylanmasının nəticəsi. Atmosfer təzyiqi yer səthində nəyə görə qeyri-bərabər paylanıb? Çünki belə deyim də, bax, atmosfer təzyiqinin yer üzərində qeyri-bərabər paylanmasının səbəbi bu oldu. Günəş şüalarının günəşin zenit vəziyyətinə əlaqədar olaraq səthlər fərqli isindi və bunun nəticəsində hava axınları baş verdi. Yüksək təzyiq olan yerdən alçaq təzyiq olan yerə. Yəni bizdən həmin nəticəni soruşur. Yəni küləyin əsməsidir nəticə. Nəticədə atmosferdə sirkulyasiya baş verir. Sirkulyasiyanı havanın yer dəyişməsi deməkdir. 41. Buxarlanma qabiliyyəti hansı halda artar? Buxarlanma qabiliyyətinin artması üçün orada mütləq istilik çox olmalıdır ki, buxarlanmanın qabiliyyəti çox olsun. Aydındır. Yəni temperatur nə qədər artıq olsa, orada buxarlanmanın qabiliyyəti də artar. Misal üçün, ən yüksək buxarlanma qabiliyyəti tropik səhralardadır. 42. İllik amplitudanın sutkalıq amplitudadan daha çox olduğu ərazilər. Yoldaşlar, dünyanın illik amplitudasının ən çox olduğu ərazilər haralardır? Demişdim ki, mülayimin kontinental əraziləri. Yəni Orta Asiya, misal üçün Orta Sibir yaylası. Həmin ərazilərdə illik amplituda daha yüksəkdir. 43-cü suala baxaq. Daimi küləklərin yaranma səbəbi. Daimi küləklərin yaranmasının ən vacib səbəbi, belə deyim də, daimi alçaq və yüksək təzyiq qurşaqları arasında yaranan təzyiq fərqləridir. Misal üçün, daimi yüksək təzyiq sahələri olan tropik və qütblərdə enən havaların nəticəsində, misal üçün, tropiklərdə hava enir, yarısı gəlir, müəyyən hissəsi gəlir. Bax, bu hissədən görsədim sizə. Tropiklərdə havalar enir, fikirləşin. Tropikdə enən havalar, orada yüksək təzyiq olur, bir hissəsi gəlir ekvatora doğru. Bax, tropikdə hava enir. Enəndə bir hissəsi gəlir mülayimə, bir hissəsi gedir ekvatora doğru. Həmçinin burada tropiklərdə, bu hissədə tropiklərdə enir, bir hissəsi gəlir ekvatora, bir hissəsi gedir mülayimə doğru. Və gəlib həmin havalar ekvatorda bir-birinə dəyib qalxırlar. Ekvatorda olur qalxan hava. Qütblərdə də enən hava olur. Enən havalar gəlir mülayimlərə doğru. Və mülayimlərdə gəlib toqquşma olur. Tropiklə qütbdən gələn havalar mülayimdə toqquşur və burada da qalxmalar müşahidə edilir. Və enən qalxan havaların nəticəsində alçaq və yüksək təzyiq sahələri formalaşır. Harda hava kütlələri enirsə, orada yüksək təzyiq. Harda qalxırsa hava kütlələri, orada alçaq təzyiq sahəsi formalaşır. Daimi küləklərin yaranma səbəbi isə dediyimiz kimi daimi alçaq və yüksək təzyiq qurşaqları arasında yaranan təzyiq fərqləridir. 44. Musson küləklərinin yaranma səbəbi. Musson küləkləri mevsimi küləklər hesab edilir. Onlar quru ilə su arasında atmosfer təzyiqi nəticəsində yaranan hava kütlələridir. İndi fikir verin bu hissəyə. Musson küləkləri.
Baxın, yay mussonları, ümumiyyətlə musson küləkləri mevsimi küləklərdir. Yəni yayda bir istiqamətə əsir, qışda bir istiqamətə əsir. Misal üçün yay fikirləşin. Yayda günəş dərhal nə edir? Qurunu qızdırır. Quru qızır dərhal. Quru qızır. Hələ su qıza bilməyib. Quru tez qızdığına görə burada təzyiq azalır və su hələ tam qızmadığı üçün təzyiq çoxdur və yayda hava axınları sudan quruya doğru gəlir göründüyü kimi. Sudan quruya doğru hava axınları baş verir və bu küləklərə deyirlər yay mussonları. Yayda deməli hava kütlələri sudan quruya doğru əsir. Bunun səbəbi də quru ilə su arasında atmosfer təzyiqinin fərqli olması. Və suda rütubətli hava olduğu üçün bulutlu havanı gətirir quruya və quruda deməli yay ərzində yağışın yağma ehtimalı çox olur. Qışda nə baş verir? Qışda isə qış gələn kimi quru dərhal soyuyur quru. Su isə yaydakı istiliyi özündə saxlayıb, suyun üstü hələ isti olur, isti. Ona görə əksinə olur bu səfər. Qışda isə hava kütlələri qurudan suya doğru əsir. Quruda bulud olmadığı üçün suya aparıb yağıntı verə bilmir. Deməli yayda hava kütlələri sudan quruya doğru gəldi, qışda qurudan suya. Buna deyirlər mussonlar. Biri yay mussonu, digəri isə qış mussonu hesab edildi. Bir sözlə bu küləklər həm də mevsimi küləklər hesab edilir. Musson küləklərinin yaranma səbəbi nə oldu? Okean və materik üzərindəki hava kütlələri arasındakı yaranan atmosfer təzyiqi fərqləri. İzah elədiyim kimi. 45. Buxarlanma qabiliyyətinin daha aşağı olduğu məntəqələr. Harda buxarlanmanın qabiliyyəti aşağı olar? Həmin soyuq ərazilərdə. İndi sizdən soruşuram, hansı ərazilər daha soyuqdur? O ərazilərdə buxarlanmanın qabiliyyəti də aşağı olar. Deyirsiniz ki, müəllim, qütublara yaxın ərazilərdə S və L-də. Həmin ərazilər soyuqdur, orada buxarlanmanın qabiliyyəti də azdır. 46-ya baxaq. Atakama səhrasında yayda gündüz havanın temperaturunun dəyişməsini göstərən qrafik. Atakama səhrası, yoldaşlar, yerləşir harada? Cənubi Amerikada dünyanın ən quraq səhrası hesab edilir. Atakama səhrasında gün səhər-səhər çıxanda havanın temperaturu başlayır artmağa. Artır. Artıq gün batana yaxın havanın temperaturu nə edir? Yenidən azalır. Yəni C variantı. 47-yə baxaq. Temperatur inversiyası adlanır. Yoldaşlar, inversiya sözünün mənası qanuna uyğunluğun pozulması deməkdir. Temperatur inversiyası biz bilirik ki, normal halda alçaqdan yüksəyə qalxdıqca temperatur azalır. Yəni hər 100 metrə yuxarı qalxanda temperatur 0,6 dərəcə azalır. Bu normal haldır. İnversiya nə zaman baş verir? Yuxarı qalxdıqca temperatur artır. Artıq bu qayda qanuna uyğunluğun pozulması deməkdir. Yüksəkliyə doğru temperaturun artmasına temperatur inversiyası deyilir. İnversiyanın da 3 cür növü var. Biri var oroqrafik inversiya, bu dağlarda müşahidə edilir. Dağlarda soyuq hava, daha doğrusu soyuq hava, yuxarıdakı soyuq hava enir aşağıya. Aşağıdakı isti hava qalxır yuxarıya və bunun nəticəsində oroqrafik inversiya formalaşır. Digər inversiya növü var, advektiv inversiya. Bu, soyuq və isti atmosfer cəbhələrinin qarşılaşması nəticəsində ağır olan soyuq hava enir aşağıya, isti hava qalxır yuxarı və nəticədə yuxarı qalxanda temperaturun artması baş verir, yəni inversiya baş verir. Bir də var radiasiya inversiyası. Bu isə səhərə yaxın yeri temperatur itirir və yuxarıda isti hava qalır. Yəni bu da aşağıdan yuxarıya getdikcə temperaturun artması baş verir. Buna da deyirlər radiasiya inversiyası. Bir sözlə inversiya nə oldu? Yüksəkliyə doğru temperaturun azalması. 48. Sutka ərzində ən yüksək temperatur harada müşahidə edilir? Yəni nə zaman müşahidə edilir? Sutkanın ən isti vaxtı günortadan 2-3 saat keçəndən sonradır. Təxminən 14-15:00 aralığı deyə bilərik. 49. A məntəqəsində temperaturun sutkalıq gedişi bu olarsa, sutkalıq orta temperaturu müəyyən edilir.
Yoldaşlar, orta temperaturu ölçməyin qaydası var. Hər 3 saatdan bir sutka ərzində temperatur ölçülür. Ümumi 24 saat ərzində hər 3 saatdan bir. Sonra bu temperaturlar bir-biri ilə toplanılır və bölünür ölçmələrin sayına və bununla da orta temperaturunu tapmış olur. -2 ilə misal üçün -5 nə qədər edir? -7. Üzərinə -6 gələndə -13. Üzərinə -4 gələndə -9. Üzərinə 8 gələndə -1. Üzərinə 12 gələndə -1 və olur -11. Üzərinə 10 gələn -21. Üzərinə 7 gələn elədi -28. Və 28-i yekunda nəyə bölürəm? Neçə dəfə ölçmüşəmsə onun sayına. 1, 2, 3, 4, 5, 6, 7, 8. 28-i 8-ə bölürəm. Tapdığım cavab isə orta sutkalıq temperatur hesab edilir. O da təxminən 3,5 eləməlidir, yəni A variantı. Növbəti suala baxaq. 50-də eyni qaydadır. Orta temperaturu soruşur. Bir dəqiqə, orta temperaturu mu soruşur mu? Baxım hələ. Aha, orta temperaturu soruşurmuş. Digər 51-ci sualımıza baxaq. Zirvələri daimi qar xəttindən aşağıda yerləşən dağlar. Yoldaşlar, bizim ümumiyyətlə ölkəmizdə və yaxud da ölkəmizdə qar xətti fərqli hündürlükdə yerləşir. Bizim ölkəmizdə dağın hündürlüyü 3900 metrədən artıqdırsa, deməli onun zirvəsində qar xətti mövcud olacaq. Qar xətti o deməkdir ki, həmin ərazidə il ərzində demək olar ki, daimi temperatur 0 dərəcədən aşağı olsun. Bizim ərazidə 3900 metrdən yüksəkdə başlayır. Bu tropik enliklərdə təxminən 4000-4500 metrəyə, 5000 metrəyə qədər yaxınlaşır qar xətti. Qütblərə getdikcə isə artıq 0 metrə düşür. Çünki qütblərdə misal üçün dəniz səviyyəsində artıq daimi şaxtadır, qar xətti var yəni. Ona görə bax, bunun diaqramını da qursaq, ekvatordan qütbə gedəndə tropiklərdə qar xəttinin hündürlüyü artır, qütblərdə gedir artıq 0-a qədər düşə bilir. Bizdən nəyi soruşur? Zirvələri daim qar xəttindən aşağıda yerləşən zirvələr Pamir hündürdür zirvəsi olmaz. Fikir verin, Ural dağları Narodnaya 1800'lər olar. Sonra Skandinaviya dağları qütbdə olduğu üçün onun qar xətti hündürlüyü az olsa belə qar xətti yüksəkliğində yerləşir. Ona görə olmaz. Himalay yüksəkdir, qar xətti mövcuddur. Qafqazda qar xətti mövcuddur. Yalnız Appalaz dağları Amerikada qar xətti mövcud deyil. Ona görə D-ni də götürə bilmirik. Qafqaz dağları, bəli, Elbrus mövcuddur. 5642 hündürlüyü mövcuddur qar xətti. Kap dağlarında qar xətti mövcud deyil. Və Əjdaha dağlarında, eynən Böyük Suayzı dağlarının hündürlüyü zirvələrində qar xətti mövcud deyil. 52. Ən hündür zirvəsi daimi qar xəttindən yuxarıda yerləşən dağları müəyyən edir. Yüksək dağlar və bir də qütbə yaxın ərazilər. Yüksək dağlar, bir də qütbə yaxın əraziləri götürməliyik. Qafqaz dağları qar xətti mövcuddur. Alp dağları Mont Blanc 4807 metr mövcuddur. Kordilyer Makini Deniali 6194 metr qar xətti mövcuddur. Misal üçün, Drakon dağlarında qar xətti mövcud deyil. Kopet dağda qar xətti mövcud deyil. Appalaz dağlarında qar xətti mövcud deyil. Kap dağlarında qar xətti mövcud deyil. 53. Nisbi rütubətin artması səbəb olur. Nisbi rütubətin artması nəyə səbəb olur? Baxaq. Havanın temperaturunun kəskin artmasına. Yoldaşlar, nisbi rütubət nə deməkdir? Biz bilirik ki, ətəkdən zirvəyə getdikcə temperatur neynir? Azalır. Ümumiyyətlə, yuxarıya getdikcə temperatur azalırsa həmin 1 kubimetr hava soyuyur. Hava soyuduqca o doyma həddinə yaxınlaşır. Yəni doyma həddinə yaxınlaşması da onun nisbi rütubətliliyinin artması deməkdir. Bax, yuxarıya qalxdıqca hava soyuyur. Hava soyuduqca doyma həddinə yaxınlaşır və onun nisbi rütubətliliyi artır. Bax, misal üçün vaxtımız getsə də sizə bir nümunə çəkim. Misal üçün dağın ətəyində 30 dərəcə temperatur var. Orada 1 kubmetr havada suyun doyması üçün neçə qram lazımdır? 30 qram. 30 qram neçə faizdir? 100%. Təsəvvür edin ki, dağın ətəyində 30 dərəcə temperaturda misal üçün 15 qram su var havada. 15 qram. 15 qram neçə faizdir?
dağın ətəyində. Deyirsiniz müəllim 15 qram 50%-dir. Deməli, yəni nisbi rütubətliyimiz bizim 50%-dir, eləmi? İndi qalxıram yuxarı. Yuxarıya qalxıram və temperatur düşür 20 dərəcəyə. Temperatur düşür neçə dərəcəyə? 20 dərəcəyə. Bizim 20 dərəcədə 1 kubmetr havamızın doyması üçün neçə qram su buxarı lazımdır? Bəli, 17 qram. 17 qram yəni 100% olar həmin ərazidə, həmin temperaturda. Bizim nə qədər suyumuz var? 15 qram. İndi bu 15 qram 17 qramın içərisində neçə faizdir? Təxminən 80-90%dir. Fikir verdiniz? 80%. Deməli, yuxarıya doğru qalxdıqca hava doyma həddinə yaxınlaşdı, hava soyudu və bizim nisbi rütubətliyimiz neynədi? Faiz olaraq artdı. Gördünüz? İndi bizdən nə istəyir? Bizdən deyir ki, nisbi rütubətliyin artması səbəb olur havanın soymasına. Temperatur soyuyanda nisbi rütubətliyi artır, hava da doyma həddinə yaxınlaşır. Növbəti 54. Nisbi rütubətin azalması səbəb olur, əksinə hava doyma həddindən uzaqlaşır. Hava doyma həddindən uzaqlaşır. Bayaq dediyim kimi. Misal üçün, ətəkdə olsaydı, ətəkdə, belə bir şey deyim, misal üçün, eyni qaydanı bir də çəkim. Deyirəm ki, belə bir şey deyim, 30 dərəcə temperaturdur dağın ətəyində, 30 qram su buxarı var, orada 30 qram doyma həddidir, 100%dir. Bizim də var, misal üçün, 15 qram su buxarımız, 50% deyiləmi nisbi rütubətlilik. İndi yuxarı qalxanda hava neynirdi? Hava soyuyurdu, doyma həddinə yaxınlaşırdı. Yox, əksinə, aşağı düşəndə hava istilənirdi və doyma həddindən uzaqlaşırdı. Aydındır. Hava doyma həddindən uzaqlaşır. Növbəti 55-ci sual. Şəlakət nədir? Şəlakət yoldaşlar, antisiklonun mərkəzində olan sakit, bulutsuz havaya şəlakət deyirlər. Antisiklonun mərkəzində olan sakit, bulutsuz havaya şəlakət deyirlər. Yəni, neçə cavabımız nə oldu? Siklonun, antisiklonun mərkəzində qalxan hava yox, enən hava. Antisiklonun mərkəzində enən hava olur. Antisiklonun mərkəzində nə olur? Havanın küləksiz, tam sakit vəziyyətinə şəlakət deyilir. Çünki həmin ərazidə sakit, güləşli və enən havalar müşahidə edilir. Həmin o sakit havaya da, sakit havaya nə deyirlər? Şəlakət. Əksinə desək, siklonun da mərkəzində fəlakət olur. Belə fikirləşin də. Küləkli, soyuq, yağışlı, küləkli hava olur. 56. İl ərzində istiqamətini 2 dəfə dəyişən küləklər bayaq izah elədiyimiz musson küləklərdir. Musson küləkləri yayda sudan quruya, qışda qurudan suya. Fikir verin, musson küləkləri bax bu ərazilər üçün xasdır əsasən. Əsasən musson küləkləri bax bu ərazilər üçün xasdır. Fikir verin musson küləkləri. Yayda sudan quruya, qışda qurudan suya. Eynən bu hissələr üçün yayda sudan quruya, qışda qurudan suya. Deməli Hindistan üçün xasdır, Cənub-Şərqi, Şərqi Asiya üçün xasdır. Həmçinin Amerikanın, ABŞ-ın Cənub-Şərqi üçün həmin bu musson küləkləri mövcuddur bu ərazilərdə. Növbəti suala baxaq. Düzgün fikirləri müəyyən edin. Nə istəyir bizdən? 57 qaldı, 57-ni deyək. Sutka ərzində istiqamətini 2 dəfə dəyişən küləklər isə yoldaşlar adlanır biriz küləkləri. Biriz sanki mussonlar kimidir. Yalnız burada sutka ərzində baş verir. Gündüz qurudan suya, gecə isə sudan quruya. Daha doğrusu gündüz sudan quruya, gecə isə qurudan suya əsir. Biriz küləklərinə baxın. Fikir verin. Gündüz sudan quruya, gecə isə qurudan suya əsir. Gecə birizi isə qurudan suya əsir. Eynən musson kimi xassəyə malikdir. Musson yay ilə qış arasında fərq oldu. Biriz isə gecə ilə gündüz arasında dəyişir. 58. Düzgün fikirləri müəyyən edin. Troposferdən hündürlüyə doğru temperatur daimi artır. Troposferdə hündürlüyə doğru qalxanda temperatur azalır, artmır. Atmosferin ən sıx və ən aşağı qatı
Stratosfer yox, troposferdir. Atmosferdə oksigen qazının miqdarı çoxluq təşkil edir. Xeyr. Hansı qazdır? 78%-la azot. Bəli. Temperatur yüksəldikcə havanın nisbi rütubətliyi artır. Xeyr. Temperatur yüksəldikcə bayaq izah elədim. Hava doyma həddindən uzaqlaşır. Uzaqlaşdığı üçün temperatur, yəni temperatur yüksəldikcə hava doyma həddindən uzaqlaşır. Aydındır. Rütubət ona görə doyma həddindən uzaqlaşdıqca rütubət əksinə azalır. Y variantına baxaq. Ekvatorial enliklərdə alçaq təzyiq qurşağı yaranır. Çünki orada necə hava müşahidə edilir? Bəli, qalxan hava. Qalxan hava, alçaq təzyiq, bol buludlu hava və yağıntı müşahidə edilir. 59. Yer səthinə buludlardan düşən atmosfer yağıntıları. Buluddan nə yağar? Yağış, dolu və qar. Yəni B variantı. Növbəti 60-cı suala baxaq. Yer kürrəsində neçə alçaq və neçə yüksək təzyiqi mövcuddur? Alçaq təzyiq sahələrimiz hansılardır? Ekvator, 2 tropik. Yəni 3 dənə alçaq təzyiq sahəmiz var. 4 dənə də yüksək. Yüksəklər hansılardır? 2 tropik və 2 qütüb. Deməli, ekvatorla mülayimlər alçaq, tropiklə qütüblər yüksək. Yəni 3 alçaq, 4 yüksək. Sonra nə deyir bizə? Su və quru səthindən buxarlanma qabiliyyətinin intensivliyi asılıdır. Su və quru səthindən buxarlanma qabiliyyətinin intensivliyi asılıdır. Nədən asılıdır? Baxaq. Atmosfer təzyiqindən. Təzyiqdən yox da. Buxarlanma birbaşa havanın temperaturu ilə əlaqədardır. Temperaturla. Bax, buxarlanma və yaxud da buxarlanmanın qabiliyyəti o birbaşa temperaturdan asılı olan əlamətdir. Aydındır. Su və quru səthində buxarlanma qabiliyyətinin intensivliyi temperaturdan asılıdır. Aydındır. 62. Bərk halda olan atmosfer yağıntı növləri. Bərk halda yer səthinə hansına yağıntı növləri düşür? Bəli. Qar düşür, dolu düşür, bir də qrov düşür. Digərləri yağıntı maye halda düşür. 63. Ərazinin rütubətlik əmsalını müəyyən edilir. Rütubətlik əmsalı nəyə əsasən müəyyən edilir? Həmin ərazidə illik yağıntıların mümkün buxarlanmaya olan nisbəti. Yəni rütubətlik əmsalı nəyə bərabərdir? Yağıntı böl buxarlanma. Bu düstur bizim rütubətlik əmsalımızı verir. Yəni illik yağıntının surətdə buxarlanmaya olan nisbəti. Daha doğrusu bölünməsi nisbəti. 64. Tayfunların təsirinə daha çox məruz qalan ərazilər. Tayfunlar bilirik ki, əsasən şərqi və cənub-şərqi Asiya əraziləri üçün xas olan hava kütlələrdir. Tayfunlar baş verə bilər harada? Hindiçin yarımadası, bax Filippin adalarında, Koreya yarımadasında, bax bu hissədə, Yaponiyada, yəni bax bu ərazilərdə tayfunlar baş verə bilər. Yəni Skandinaviyada tayfun olmaz. Sonra Filippində olar, Hindçin, bəli, B variantı tam uyğun variantdır. Böyük zonda Madagaskar adasında tayfun olmaz. Həmçinin Labradorda. Böyük Antil adalarında olar. Yeni Gvineya adasında olar. Kamçatka yarımadasında artıq tayfun olmaz. Kamçatka olmaz, Alyaska olmaz, odlu torpaq ümumiyyətlə olmaz. 65. Daimi küləklər və okean cəryanlarının şimal yarımkürəsində sağa meyl etməsinin səbəbi. Biz bilirik ki, daimi küləklər, fikir verin, şimal yarımkürəsində sağa meyləniblər ümumən hamısı, cənub yarımkürəsində isə sola meyləniblər. Bunun yaranmasına, bunun bu formada olmasının səbəbi yerin öz oxu ətrafında hərəkəti və Coriolis qüvvəsidir. Yəni yerin öz oxu ətrafında hərəkəti. 66. Bax, bunu yadda çıxartmayın ki, ümumiyyətlə daimi küləklər şimal yarımkürəsində fikir versə sağa yıxılıblar, sağa. Cənub yarımkürəsində sola meyləniblər. Bunu yaddan çıxartmayın. 67. Yağıntı 250 milli, buxarlanma qabiliyyəti 1150 milli olan ərazidə aşınmanın hansı növü üstünlük təşkil edər? Yoldaşlar, bizim düsturumuz vardı. Rütubətlik əmsalı bərabər edinəyə yağıntı böl buxarlanma. İndi yağıntını nə qədər verir? 250.
Buxarlanmanın 1150 təxminən burada 0 tam düşür %10'da 2. 10'da 2'dən bir balaca artıq. 0 tam %25. Bax bu rütubətlilik də təxminən quraq ərazilər üçün xas olan xüsusiyyətlərdir. Yəni yarım səhra həmin ərazilərdə də aşınmanın hansı növ üstünlük təşkil edib? Bəli, dəyərsiz fiziki aşınma. Səhralar üstünlük fiziki aşınmadadır. Növbəti sual. Zirvələrində daimi qar və buzlaqların olduğu dağlar. Deməli, dağların zirvələrində daim buzlaqlar olması üçün onların hündürlükləri əsasən ekvatorial, tropik və mülayim enliklərdə təxminən misal üçün ekvatorda olmalıdır 5000 metrələr, tropiklərdə 5500 metrələr təxminən, mülayim enliklərdə 3900 metrələr, qütublərdə 0 metrələrdən ola bilər. Dağın hündürlüyü keçmək şərti ilə. İndi baxaq, zirvələrdə daim qar xətti və buzlaqların olduğu dağlar. Himalay dağları bəli, hündürlüyü çoxdur, qar xətti zirvəsində var. Pamir dağları həmçinin, Tianşan dağları həmçinin. Variant A variantı olacaq. Digərində fikir verin, Appalaz dağları olmaz. Çünki bunun zirvəsi 2037 metrədir, qar xəttindən aşağıda yerləşir. Həmçinin Avustraliyadakı böyük su ayrıcı dağları olmaz. Çünki qar xəttindən aşağıda yerləşir zirvələri. Sonra Ant dağları olar. Atlas dağları Tufqal. Atlas dağları 4165 metrə. Təxminən Atlasda da olsa belə Drakon dağlarında olmaz. Kordilyer, Kap dağları Kordilyer dağlarında olar. Kopet dağın hündürlüyü o qədər hündür deyil. 2800 metrələrdə olmaz. Kap dağlarında da həmçinin olmaz. Növbəti suala baxaq. Deməli, növbəti sualımız yağıntının düşmə ehtimalının daha yüksək olduğu nisbi rütubətliyin göstəricisini müəyyən edin faizlə. Nisbi rütubətlik deyirsə söhbət faizdən gedir. Deməli, hansı doyma həddinə yaxınlaşar? Hansının faizi çox olar? Bəli, 92%. Nisbi rütubətlik 92% olan ərazidə artıq hava 100%-ə yaxınlaşır nisbi rütubətlilik. 100% olanda hava doyacaq. Deməli, doyma həddinə daha yaxın olan 92%-dən Y variantı. Təbiətdə suyun dövranını təmin edən proseslər. Təbiətdə suyun dövranını təmin edən proseslər buxarlanma, temperatur tutumluluğunun fərqli olması təbiətdə suyun dövranının təmin edən proseslərdən hesab edilir. Fikir verin, belə deyim də, suyun dövranında hansı şərtlər rol oynayır? Su buxarlanır, gedir yuxarıda bulut yaranır, bulut yenidən yağıntıya çevirir, kiçik devran yaranır, suyun kiçik devranı. Sonra böyük dövran isə su okeanda buxarlanır, bulud yaranır, bulud gedir quruya, təzədən quruya yağış olaraq yağır və çaylar vasitəsilə yenidən okeana gəlir. Yəni suyun dövranında suyun buxarlanması və yaxud da buxarlanmanın su damcılarına çevrilməsi, yəni kondensasiya prosesi rol oynayır. Buxarlanma, kondensasiya. 71. İllik yağıntının və mümkün buxarlanmanın miqdarını bilərək nəyi hesablama olar? Əlbəttə ki, rütubətli qamsalın. Yağıntı böl buxarlanma. Hər birini bilsən, sən həmin ərazinin rütubətliliyini hesablaya bilərsən. Növbəti 72-ci sual. Digər variantlara baxmıram. Əslində asan suallardır bunlar, ona görə baxmıram variantlara. Misal üçün baxaq A variantı. Yağıntının növlərinin payını, yəni yağıntının növünü, yağışdımı, qardımı, doludumı, sırsıradımı, yəni bunu sən buxarlanma ilə, yağıntının miqdarı ilə müəyyən etmək olmaz. Onunla birbaşa rütubəti müəyyən etmək olar. 72. Buxarlanma qabiliyyəti nədir? Buxarlanma qabiliyyəti müəyyən bir temperaturda 1 kub metr havanın özündə maksimum saxlaya biləcəyi suyun miqdarına deyirlər buxarlanmanın qabiliyyəti. Buxarlanmanın qabiliyyətinin yüksək olması üçün mütləq isti lazımdır. Harada isti daha çoxdursa, yəni temperatur yüksəkdirsə, həmin ərazidə buxarlanmanın qabiliyyəti də çox olacaq. Hündürlüyə qalxdıqca temperaturun azalması buxarlanma qabiliyyəti o deyil də, xeyr. Yağıntıların buxarlanmaya olan nisbəti bu rütubətlik əmsalıdır. Yağıntı böl buxarlanma. Müəyyən temperatur şəraitində buxarlana bilən rütubətin miqdarı. Bəli, hər hansısa bir temperaturda buxarlana bilən suyun miqdarına buxarlanmanın qabiliyyəti deyilir. 73. Tropik enliklərdə
sutkalıq temperatur amplitudunun böyük olmasının səbəbi. Nəyə görə tropik enliklərdə sutkalıq amplituda böyük olur? Deyim. Birincisi, tropik enliklərdə bilirsiniz ki, havalar enən havalardır. Necədir? Enən havalar. Enən havalardırsa yüksək təzyiqdir. Yüksək təzyiq enən hava doyma həddindən uzaqlaşır. Və tropikin səhralarında, yoldaşlar deyim, səhralarda havada nəmişkənlik, su buxarı yoxdur. Ona görə, misal üçün, səhər gün çıxanda torpaq dərhal hava qızır, olur 40 dərəcə, 50 dərəcə isti. Gün batandan sonra havadakı gündüz vuran o istiliyi havada özündə saxlaya biləcək nəmişkənlik, su buxarı olmadığı üçün günəş batan kimi hava dərhal soyuyur. Bunun nəticəsində gecə ilə gündüz arasında tropikin səhralarında çoxlu yüksək temperatur fərqi yaranır ki, bu da yüksək temperatur amplitudunun olması deməkdir. Aydındır? Yəni havanın enən hərəkəti, buludluluğun az olması. Bəli. Misal üçün B variantına baxaq. Havanın qalxan hərəkəti deyil tropikdə. Havanın enən hərəkəti yerli küləklərin nə əlaqəsi? Ümumiyyətlə yerli küləkləri yox, orada buludluğun az olmasıdır səbəb. Yerli küləyin amplituda ilə heç bir əlaqəsi yoxdur. Okean cəryanları alçaq təzyiq. Xeyr, okean cəryanları yüksək təzyiqdir, əksinə alçaq təzyiq deyil. Fiziki aşınmanın intensivliyi, fiziki aşınma intensiv olur, səhrada bilirik. Ancaq çay şəbəkəsi sıxlığı yüksək olmur. Əksinə çay şəbəkəsinin sıxlığı az olur. Yer kürəsində ən soyuq sahənin şimal yox, cənub qütb dairəsi daxilində yerləşməsinin səbəbi nədir? Nəyə görə yer kürəsində ən soyuq ərazilər şimal qütb dairəsində yox, cənub qütb dairəsində olmasının səbəbi nədir? Səbəb odur ki, mütləq hündürlüyü çox olan qurunun geniş sahə tutması. Cənubdakı Antarktida materiki hündürlüyü şimal buzlu okean ərazisindən nisbətən daha hündürdür. Bir də ki, materik üzəridir, daha qurudur. Buxarlanma demək olar ki, müşahidə edilmir. Ona görə daha quru və soyuq şaxtalı hava müşahidə edilir. Misal üçün, bax, belə bir sual verim sizə. Və sizə sual verirəm. Deyirəm ki, mülayim enliklərdə dəniz üzərində hava isti olar qışda, yoxsa materikin mərkəzi hissəsində daha isti olar? Deyirsiniz, müəllim, dəniz üzəri daha isti olar. Materikin mərkəzi daha soyuq olar. Çünki orada su yoxdur, kontinentallıq çoxdur və hava isti ola bilmir qışda. Misal üçün, temperatur mülayimin kontinental ərazilərində, materikin mərkəzində mənfi 40-50 dərəcəyə qədər düşə bilir qışda. Bunun səbəbi oradakı su buxarının olmaması, materik olması, quru sahəsinin geniş olması, yəni ki. Harada su varsa, həmin ərazi quruya nisbətən daha rütubətli olar. Bax, bu məntiqlə yanaşır məsələlərə. 75. Havanın sutkalıq temperatur amplitudu yüksək olarsa, havada sutkalıq temperatur amplitudu yüksək olarsa, görək nə baş verir? Və havada sutkalıq temperatur amplitudu yüksək olarsa, deməli həmin ərazi səhra, tropikin misal üçün səhrası ola bilər, quraq ərazilər ola bilər. Orada bol yağıntı yox, yağıntının miqdarı az olar. Bəli, hava bulutsuz olmuşdur. Bəli, aydın hava olur. Səpələnən radiasiyanın payı üstün olur. Xeyr, düz radiasiya olur. Buludluluq yüksək olmur, əksinə zəif olur. Gündüz günəş görünməmişdir. Xeyr, əksinə bulutlu deyil, aydın hava olur. Günəş düz radiasiyanın üstür, yəni günəş görünür. 76. A və B dağlarının mütləq hündürlükləri eyni olsa da, onlarda qar xəttinin müxtəlif hündürlüklərdən keçməsinin səbəbi. Çünki ola bilər ki, ərazinin coğrafi elliyindən asılı olaraq dəyişir. Misal üçün, A və B dağlarının mütləq hündürlüyü eyni olsa da, onların qar xəttinin müxtəlif hündürlükdən keçməsinin səbəbi. Misal üçün, enlik fərqi. Misal üçün, belə bir şey deyim də, tropik ekvatoral enliklərdə qar xətti temperatur yüksəklik gərək 5000-lərə yaxınlaşa ki ola, 5000-lərə. Amma qütblərdə qar xətti 0 metrədən keçir. Aydındır. Yəni dağ nə qədər hündür olsa belə, ola bilər ki, qar xətti aşağıdan keçər. Bu isə birbaşa coğrafi enliklə əlaqədardır, yəni. Ərazinin coğrafi enliyi ilə əlaqədardır. Yəni müxtəlif coğrafi enliklərdə yerləşməsi ilə əlaqədardır. Növbəti sualımıza baxaq.
77. A və B məntəqələrinin ümumi cəhətləri, coğrafi koordinatları eynidir. Baxaq görək. Xeyr, enlikləri eynidir, enlikləri eynidir. Harca x enligində bilmirik. Ancaq uzunluqları görünüşü fərqlidir. Coğrafi koordinatı eyni deyil yəni. Koordinat deyəndə onun həm enligi, həm də uzunluğu bir olmalıdır. Burada isə yalnız enlikləri eynidir. Qütblərdən məsafələri eynidirmi? Bəli, bax fikir verin, qütblərdən hər birinin məsafəsi eynidir. Çünki enligi eynidir. Eyni istilik qurşağında yerləşirlər. Bəli, enlikləri eynidirsə təxminən eyni istilik qurşağında yerləşirlər. Yerli vaxtlar eynidirmi? Xeyr, fərqli uzunluqlarda olduqları üçün saatları da fərqli olacaq yerli vaxtları. Eyni təzyiq qurşağında yerləşirlərmi? Bəli, eyni enlikdə yerləşdikləri üçün eyni təzyiq qurşaqlarında yerləşirlər. Yəni 2, 3, 5 A variantı. Yağıntının illik miqdarı asılıdır nədən? Yağıntının, yəni il ərzində yağıntının miqdarı görək nədən asılıdır? Ərazinin coğrafi enliyindən, bəli, ekvatorial ərazilərdə qalxan havalar yağıntı çox olur, tropiklərdə, səhralarda az olur, dəniz üzərində çox olur. Yəni coğrafi enlikdən asılıdır, bəli. Dəniz və okeanlara yaxınlığından, bəli, bundan da asılıdır. Əgər bir ərazi dənizə yaxın yerləşərsə, isti cəryanlar təsir edərsə, bol yağıntı gətirə bilər. Materikin mərkəzinə getdikcə isə ərazi kontinentallaşır. Ona görə bəli, 2 də düzdür. Məhəllin torpaq örtüyündən. Xeyr, məhəllin torpaq örtüyünün rəngi sarı torpaqdır, qara torpaqdır, boz torpaqdır. Yəni bunun nə əlaqəsi? Hakim küləklərin istiqamətindən. Bəli, hakim küləklərin istiqaməti. Ola bilər ki, dənizdən quruya doğru, misal üçün əsəblər, hakim küləklər həmin vaxtı bol yağıntı gətirə bilər. Bu küləqin istiqamətindən asılıdır. Relyef xüsusiyyətlərindən. Bəli, ərazinin relyefindən də asılıdır. Ola bilər ki, düzən alçaq ərazilər olar, yağıntı verməz və yaxud da dağlıq ərazilər olar. Dağlarda nisbətən, dağların ətəqinə, yəni dağ ətəyi ərazilərinə nisbətən orta dağlıqda daha çox yağıntı düşür. Bu da bəlli məsələ. Yəni relyeflə asılıdır. Məhəldə üstünlük təşkil edən dağ süxurlarından, süxurun nadiyyəti var, əsas relyef olsun. Yəni ola bilər ki, düzən ərazidə gəlib çınqıllı, misal üçün qayalıqlar olar və yaxud da çınqıllı çayların gətirdiyi çınqıllar çöküntülmüş ərazilər olar. Yəni bu səbəb deyil də, belə deyil. Çay şəbəkəsinin sıxlığından. Çay şəbəkəsinin sıxlığından asılıdır. Xeyr, əksinə çay şəbəkəsinin sıxlığı yağıntıdan asılıdır. Yəni bu ondan asılı deyil. Ona görə A variantı. 79-a baxaq. Havanın əsas elementləri hansılardır? Baxaq. Havanın əsas 3 dənə elementi var, yoldaşlar. Bir onun temperaturudur. Bir onun rütubətliligidir. Bir də onun təzyiqi. Yəni havada ən vacib 3 element var. Temperaturdur, təzyiqidir, rütubətdir. Bunu yadda saxlamaq lazımdır. Digərləri isə ikinci dərəcəli elementlər hesab edilir. Yayda bol yağıntı alan dövlətlər. Yay aylarında bu birbaşa iqlimlə bağlı olan sualdır. Demək olar ki, yay aylarında bol yağıntı alan dövlətlər hansı iqlim qurşaqlarında və yaxud da iqlim tiplərində yerləşməlidir deyirəm. Yay aylarında bol yağıntı alan ərazilər bir musson iqlimində yerləşən ölkələrdir. Musson. Digəri, yalnız yay aylarında deyirsə, yay aylarında bol yağıntı alan ölkələr bir musson iqlimində yerləşməlidir. Bir də ki, misal üçün, savannalarda. Savanna hansı ərazilərdədirsə, o ərazilərdə yay aylarında bol yağıntı alan ərazilər hesab edilir. Baxaq variantlara. Böyük Britaniya həm yayda, həm qışda il ərzində bərabər yağıntı alır. Çünki oranın iqlimi mülayim dənizdir. Yəni yağıntıları il boyu bərabər paylanır. B variantında Vyetnam yerləşir subekvatorial iqlimdə. Şimal subekvatorial, bəli, yay aylarında bol yağıntı alır. Laos həmçinin, Filippin həmçinin, Yaponiya mülayimi mussonundadır. Yay aylarında, bəli, bol yağıntı alır. Aydındır. Norveçin misal üçün bir hissələri mülayim dənizdir, il boyu bərabərdir. Yəni ümumilik yay aylarında bol yağıntı almır. İspaniya Aralıq dənizidir, əksinə qışda bol yağıntı alır. Ona görə olmaz. C variantı. Yunanistan Aralıq dəniz iqlim tipidir. Əsasən yağıntılar qışda yağır, yayda yox. Ona görə D də olmaz. Digər ölkələrə baxmağa belə ehtiyac yoxdur. Vyetnam, bəli, yayda bol yağıntı alır. Kolumbiya şimal subekvatorialda yerləşir. Cənubi Amerikada yayda bol yağıntı alır. İspaniya qışda bol yağıntı alır. Olmaz. 81-ci sual.
Hansı coğrafi obyektlər arasında atmosfer təzyiqi fərqi daha böyük olar? Əlbəttə ki, təzyiq fərqinin böyük olması üçün iki məntəqə arasında nisbi hündürlük fərqi də yüksək olmalıdır. Misal üçün, Aconcagua zirvəsi nə qədər hansı hündürlükdə yerləşir? Aconcagua zirvəsi yerləşir Cənubi Amerikada 6960 metrə, Xəzər dənizi -27 metr. Aralarında təxminən 7000 metrə fərq var. 7000 metrə. Deməli, aralarında təzyiq fərqi 1-in 10-a nisbətidir də. Yəni 7000 metrə hündürlük varsa 700 milli təzyiq fərqi var. B variantına baxaq. Jomolungma zirvəsi dünyanın ən hündür zirvəsi 8848 metr və ölüm dənizinin səviyyəsi İsraillə İordaniya sərhədində yerləşir. -402 metrə. Baxın, biri dünyanın ən hündür zirvəsi, biri dünyanın ən alçaq nöqtəsi. Deməli, həmin bu iki məntəqələr arasında nisbi hündürlük fərqi daha çox olduğu üçün bunlar arasında təzyiq fərqi də digər variantlara baxanda ən böyük olacaq. Digər variantlara baxmağa belə ehtiyac yoxdur. 82. Qalxan hava axınlarının yarandığı enliklər. Yoldaşlar, hansı enliklərdə qalxan havalar olur? Harda toqquşma olursa orada fikir verin. Ekvatorda qalxır, gəlir mülayimlərdə qalxır. Deməli, 2 mülayimdə qalxır, 2 mülayimdə. Bax, bu hissələrdə daha da bir dəqiqə baxın. 2 mülayim enliklərdə havalar qalxır, bir də ekvatorda. Qalxan havalar bu enliklərdir. Mülayim və ekvatorial enliklər. Baxaq, ekvatorial və mülayim enliklər, yəni B variantı. Qütüblər. 2 qütüb, 2 dənə də tropik. Bunlar enən hava kütlələrdir. Yüksək təzyiq formalaşır. Duman və buludun əmələ gəlməsində fərqli cəhət. Dumanla buludun əmələ gəlməsində fərqli cəhət. Yoldaşlar, bunlar aşağı-yuxarı ikisi də eyni prosesdir. Bunların fərqi ondadır ki, duman yer səthinə daha yaxın ərazidə formalaşır. Bulud isə yer səthindən yüksəkdə formalaşır. Biri yer səthinə daha yaxındır. Fikir verin, bulud səthdən yüksəkdə formalaşır. Duman isə yer səthinə yaxın ərazidə formalaşır. Təxminən hər ikisinin baş vermə prosesi eynidir. Yalnız biri yüksəkdə, biri yer səthinə yaxın ərazidə formalaşır. 84. Soyuq atmosfer cəbhəsi üçün səciyyəvi olan əlamətlər. Yoldaşlar, iki cür atmosfer cəbhəsi var. Biri soyuq, biri isti. İki hava kütləsi, isti hava kütləsi ilə soyuq hava kütləsi toqquşan zaman soyuq hava isti havanı sıxışdırırsa, həmin halda adlanır soyuq atmosfer cəbhəsi. Yox, isti soyuğu sıxışdırarsa, onda isti cəbhə olardı. İndi bizə nə deyir? Soyuq atmosfer cəbhəsi üçün səciyyəvi olan əlamət soyuq havanın isti havanı sıxışdırılması. Görün hansı variantda var o? Bir dəqiqə baxaq. İsti hava kütlələri soyuq havanı sıxışdırır. Xeyr. Soyuq hava kütlələri isti havanı sıxışdırır. Bir üçü götürə bilərik. Topa yağışlı bulud əmələ gəlir. Bəli, soyuq hava sıxışdıranda daha yağıntılı hava şəraiti formalaşa bilər. Yağıntılı hava şəraiti formalaşa bilər. Ona görə ikini də götürürük. Yalnız lələkvari laylı buludlar əmələ gəlir. Xeyr, topa buludlar əmələ gəlir. Bol yağıntı mı düşür? Bəli. Soyuq hava gələndə, yəni soyuq atmosfer cəbhəsi, soyuq hava kütlələri gələndə, isti havanı sıxışdıranda bol yağıntı olur. Hava aydın və quru olmur. Xeyr, hava bulutlu və rütubətli olur. 85. Cənubi Amerikanın və Avstraliyanın şərq sahillərinin iqliminə güclü təsir göstərən küləklər. Cənubi Amerikanın və Avstraliyanın şərq sahillərinə təsir edən əsas hava kütlələri, yoldaşlar, adlanır passat küləkləri. Passatlar Cənubi Amerikanın və Avstraliyanın şərq sahillərinə, ümumiyyətlə ekvatordan cənubdakı materiklərin Antarktida istisna olmaqla şərq sahillərinə passat küləklərinin təsiri böyükdür. Passat küləkləri də materikə təsir edirsə, ora özündən nə gətirər? Bol yağıntı və rütubət gətirir. Yəni, baxaq variantlara bir passat hansındadır? Y variantında, bəli. Sonra, qalxan hava kütlələrinin hakim olduğu ərazilər üçün səciyyəvi xüsusiyyətlər. Qalxan hava kütlələrinin qalxan havalar varsa, misal üçün ekvator idi, bir də mülayimlər. Alçaq təzyiq formalaşır və bol yağıntı, buludlu hava formalaşır. Buludlu, yağıntılı hava temperaturun sutkalıq amplitudunun yüksək olması. Xeyr, hava buludlu olanda sutkalıq amplitudu əksinə az olur.
Hava bulutsuz olanda amplitudu da çox olurdu. Necə ki səhrada olur. B-yə baxaq. Aydın bulutsuz hava. Xeyr, aydın yox. Buludlu hava müşahidə edilir. Buludlu hava, yağıntıların çox olması, səpələnən radiasiyanın payının böyük olması. Bəli. Yəni ki, buludlu hava olur. D variantına tutqun hava, bəli. Az yağıntı, xeyr, bol yağıntı olur. Düz radiasiya yox, əksinə səpələnən radiasiya olur. Tutqun buludlu hava, düz radiasiyanın böyük, xeyr, səpələnən radiasiya böyük olur. 87. Yer səthində günəş istiliyinin qeyri-bərabər paylanması asılıdır. Bu atmosfer, ümumiyyətlə yer səthində günəş istiliyinin qeyri-bərabər paylanması, bir də günəş istiliyinin, bu günəş şüalarının düşmə bucağından asılıdır da. Günəş şüaları hara böyük bucaqla düşürsə, həmin ərazi isti, hara kiçik bucaqla düşürsə, həmin ərazi daha soyuq olur. Bir dəqiqə baxaq variantlara. Atmosfer təzyiqindən yerin səthinin xüsusiyyətindən, atmosfer təzyiqindən xeyr. Əksinə təzyiq temperaturdan asılıdır. Havanın tərkibindən, günəşin üfüq üzərində hündürlüyündən, yəni düşmə bucağından, havanın tərkibindən yox, günəşin üfüq üzərində görünmə bucağından asılı olardı. Amma havanın tərkibindən yox. Yerin günəşdən olan məsafədən, xeyr, yerin günəş şüalarının düşmə bucağından. Yəni məsafə yox da, günəş şüalarının düşmə bucağından. Yerin formasından və günəş şüalarının düşmə bucağından. Bəli, zaten yerin günəş şüalarının düşmə bucağını fərqli eləyən də yerin kürə formasında olmasıdır. Y variantına baxaq. Yerin günəş ətrafında hərəkətindən, xeyr, yerin günəş ətrafında hərəkətindən yox. Yerin kürə formasında olmasından və bunun nəticəsində günəş şüalarının düşmə bucağının fərqli olması nəyə səbəb olur? Fərqli temperaturların, fərqli istiliklərin yaranmasına. Siklonların əraziyə daxil olması ilə bağlı göstərilən hava dəyişiklikləri. Əgər siklon əraziyə daxil olursa, mütləq temperatur azalacaq, sonra buludlu hava olacaq, yağıntı düşəcək, güclü, şiddətli küləklər əsəcək və hətta bu Amerikada baş verərsə, misal üçün, bu tornadoya belə çevriləcək, yəni hətta. Aydın hava yox, əksinə buludlu hava olur. Temperatur artmır, əksinə temperatur azalır, temperatur var, buxarlanma artır, temperatur artmır. Temperatur azalır, bəli, buludluluq artır, bəli, buludlu hava olur, bol yağıntı düşür və güclü külək əsir, bəli, D variantı. 89. İllik yağıntısı 200 milli, buxarlanma qabiliyyəti isə 100 milli olan ərazidə rütubətlənmə əmsalını müəyyən edin. Rütubətlik əmsalı bərabərdir nəyə? Yağıntı böl buxarlanma. Yağıntı nə qədərdir deyir? 200 milli, eləmi? Buxarlanma nə qədərdir? 100 milli. İxtisar edən nə qalır? Rütubətlik əmsalı bərabərdir 2-yə. Hətta vahiddən də böyüdür. Deməli, burada şiddətli rütubətlik əmsalı olacaq. Yəni, yüksək rütubətlik əmsalı. Buxarlanmanın ifrat dərəcəsi, buxarlanmanın yox. Buxarlanmanın qabiliyyəti azdır. Niyə buxarlanma ifrat olsun ki, yəni ki? Rütubət çatışmamazlığı, xeyr, bol rütubət olur. Normal rütubət yox, əksinə güclü rütubət, ifrat rütubət, yəni, bəli, ifrat rütubətlənmə dərəcəsi və rütubətli ərazi. 90. Qalxan hava axınlarını enən hava axınlarından fərqləndirən xüsusiyyət. Qalxan havalar və enən havalar. Yoldaşlar, bax, qalxan havaları qırmızı ilə işarə edirəm, enən havaları soyuqla, göylə. Qalxan havalar necə olur? Qalxan havalarda nə ola bilir? Bax, qalxan havalarda bulud olur, bulud. Sonra nə olur? Təzyiq az olur, bol yağış yağır, hava seyrək olur, atmosfer təzyiqi az olur. Ancaq enən havalarda yüksək atmosfer təzyiqi olur, hava aydın olur, buludsuz olur, təzyiq çox olur, havanın bulud doyma həddindən uzaqlaşır. Yağışın yağma ehtimalı sıfıra bərabər olur. Bizə deyir, qalxan hava axınının enən hava axınından fərqli. Bəli, qalxan havanın xüsusiyyətlərini deməliyik. Yağıntı vermə ehtimalı daha çoxdur. Bəli, birbaşa A variantı. Yağıntının vermə ehtimalı daha çoxdur. B variantına baxaq. Yağıntı vermə ehtimalı azdır. Xeyr, çoxdur. Soyuq və quru olur. Xeyr. Soyuq isti və rütubətli olur. Daha quru və isti olur. Xeyr, isti rütubətli olur.
Yalnız lələkvari və laylı buludlar əmələ gəlir. Xeyr, əksinə topa buludlar, topa və topa laylı və topa buludlar əmələ gəlir. Günorta günəş şüalarının düşmə bucağının bərabər olduğu məntəqələri müəyyən edin. Yoldaşlar, günəş şüalarının düşmə bucağının bərabər olması üçün günəş həmin o iki məntəqənin arasında elə bir ərazidə ola bilər ki, olmalıdır ki, il ərzində həmin iki məntəqədən eyni dərəcə enlik fərqinə malik olsun. Misal üçün, belə bir şey deyim. Günəş birlikçi tropiklərin arasında ola bilər. Eləmi? Bu ərazilərdə. Yəni, Günəş tropikin arasında hər hansısa bir ərazidə olanda, hansı iki məntəqədən eyni dərəcə uzaqda yerləşirsə, həmin o iki məntəqə eyni bucaqla düşə bilər. Misal üçün, bax, belə bir şey deyim. Günəş ekvatorun üzərində olanda fikir ver, N-lə S-ə eyni bucaqla düşər. Çünki hər birindən eyni uzaqda yerləşir. Aydındır. Misal üçün, bir baxa variantlara S və T. S harda, T harda. S burada, T də burada. Günəş misal üçün, bax, burada bir məntəqədə olanda, bu ikisinin arasında ola bilir də. Onda S ilə T-yə eyni bucaqla düşə bilər. Ona görə bunu çıxırıq. Bizdən nə soruşur? Günəş şüalarının düşmə bucağının bərabər olduğu məntəqələr. Bəli, elə variant burada A olacaq əslində. Bizdən uyğun olanı deyir. Digərlərinə baxaq misal üçün. Digərlərinə baxaq. M və N. M və N. Yoldaşlar, günəş şüaları hər hansısa bir ərazidə olanda, bəli, həmin vaxtı misal üçün günəş istənilən bir ərazidə olanda, günorta vaxtı hər ikisinə eyni bucaqla düşə bilər. Çünki günəşlər hər ikisi eyni dərəcədə uzaqda yerləşirsə, eyni bucaqla düşə bilər. Yəni B də ola bilər. B-ni də götürə bilərik əslində. Digər variantlara baxaq. S və Z D variantında. S və Z. Xeyr, günəş bunların arasında bir yerdə enlikdə zenitdə ola bilmədiyi üçün bu proses olmaz. N və X. N və X, bəli, günəş bunların arasında bir məntəqədə enlikdə zenitdə ola bilməz. Ona görə bunu da götürə bilmərik. T və X-ə baxaq. T ilə X. Günəş T ilə X arasında zenitdə ola bilərmi? Eyni uzaqlıqda olsun amma. Misal üçün, günəş tropikdə olsa, birinin arasında neçə dərəcə? 43 dərəcə, birindən 23 dərəcə. Tam arada olmadığı üçün T ilə X-i də götürə bilmərik. Burada deməli uyğun gələn iki variant var. A və B variantı. Burada variantda düzgün variant B-ni veriblər, amma A da uyğundur. Bunu da bilmiş olasınız. 92. İl ərzində günəş şüalarının daha böyük bucaqla düşdüyü məntəqələr. Günəş şüaları il ərzində daha böyük bucaqla düşmək üçün həmin məntəqələr tropiklərə daha yaxın olmalıdır. Eləmi? Sizcə hansı məntəqələr daha böyük bucaqla düşər? Deyirsiniz, müəllim, hansı ekvatora daha yaxındırsa o məntəqələr? Biri N-dir, biri də K-dır, eləmi? Bəli. N ilə K. Yəni, Y variantı. 93. Düz günəş radiasiyasının daha çox olduğu məntəqələri müəyyən edin. Günəş radiasiyasının düz bucaq altında düşdüyü məntəqələri müəyyən edin. Yəni, tropik ərazilər, tropikin səhra ərazilərində günəş şüaları daha ümumiyyətlə düz bucaq altında düşər. Çünki bulutsuz, aydın hava olar. Bizdən soruşur günəş radiasiyasının daha çox olduğu ərazilər. Yoldaşlar, biz də bilirik ki, günəş radiasiyası ekvatordan qütbə gedəndə gəlir tropiklərdən maksimuma çıxır. 220-yə qədər çıxa bilir. Ekvatorda 150 olur. Qütblərə getdikcə 50-60-a qədər düşə bilir. Ən çox günəş radiasiyası tropiklərdə olur. Çünki tropiklərdə bulutsuz, aydın hava olur, düz radiasiya olur. Ona görə günəş radiasiyası maksimum həddə çatır. Yəni, hansı ərazilər? Konkret tropiklər. Bəli. K-dır. A, K, S. Hansı variantda varsa, o, bax, D variantı. 94. Aralarında temperatur fərqinin daha böyük olduğu məntəqələri müəyyən edin. Hansı ərazilərdə arasında temperatur fərqi daha böyük olar? Aralarında hündürlük fərqi çoxdursa, deməli, temperatur fərqləri də çoxdur. Eləmi? İndi baxın, hansı iki məntəqə arasında temperatur fərqi, hündürlük fərqi daha çox olar? Misal üçün, N ilə P-yə baxaq. N ilə P arasında, N bax bu hissədə, bu horizontalın 1, 2, 3 ara var. N ilə P arasında 3 ara var. Sonra K ilə P arasında neçə ara var? K ilə P-nin arasında 2 ara var. K buradadırsa 2 ara var. Olmaz. Bu alçaqdır. K ilə N arasına baxaq. K və N arasında bir ara var cəmi. Bu da olmaz. Az olar hündürlük fərqi.
M ilə P-yə baxaq. M ilə P. 1, 2, 3. Aralarında 4 ara var. Deməli, ən hündür, ən çox ara fərqi ilə bunların arasında olacaq. Ona görə A da olmaz. Çünki ondan da çox olan oldu. Y variantı. O ilə M-ə baxaq. O ilə M arasında nə qədər var? 1, 2, 3 ara. O ilə M arasında 3 ara olduğu üçün bu da olmaz. Ən çox ara, yəni hündürlük fərqi hansı məntəqələr arasında oldu? M ilə P və deməli onlar arasında da daha çox təzyiq və temperatur fərqi olacaq. 95. Havanın qalxan hərəkətinin baş verdiyi məntəqələr. Qalxan hava axınları hardadır yoldaşlar? Bəli, mülayimlərlə ekvatorda. Hani ekvator X, mülayimlər hanı? Mülayimlər də yerləşir harda? Təxminən deməli A-dır, bir də T ola bilər. Yəni tropiklər, bir də qütübləri çıxırıq. Tropiklərlə qütübləri çıxırıq. Qalır A-dır, X-dır, T-dir. Növbəti suala baxaq. 96-cı sual nə deyir bizə? Qütüb ətrafı rayonlarda, hətta qütüb gündüzləri dövründə belə havanın temperaturunun aşağı olması nə ilə izah etmək olar? Birincisi, günəş şüalarının düşmə bucağı ilə. Qütübyanı ərazilərdə bir günəş şüaları neynəsəndə kiçik bucağına düşür. Çünki günəş həmin ərazilərdə zenitdə olmur və ümumiyyətlə kiçik bucağına düşür günəş şüaları. Bir də ki, səth örtüyü ilə əlaqədardır. Səth örtüyü, misal üçün, buz olduğu üçün həmin ərazilərdə albedo çox olur. Yəni, ümumi günəş radiasiyasının 95%-i əks olunmaya sərf olunur. Cəmi 5%-ni uda bilir demək yer səthi və temperatur yerin isinməsi üçün də udmaq lazımdır. Yəni, udulma az olduğu üçün deməli yerdə isinmə də az olacaq və isinə bilməyəcək yer, belə deyim. 1. Günəş şüalarının düşmə bucağı. Bir də ki, yer səthinin, səthin mənşəyi, yəni səthin növü, buzdumu, sudumu, bu əraziləri buz olduğu üçün albedo çoxdur. Ona görə. Baxaq bir-bir variantlara indi. Günəş şüalarının düşmə bucağı böyük olması, xeyr, kiçik də əksinə. Qütüb ətrafında alçaq təzyiq sahəsi, xeyr, yüksək təzyiq sahəsi olur. Günəş şüalarının əsas hissəsinin əks olunması ilə, bəli, günəş şüalarının böyük hissəsi əks olunur. Yəni albedo çoxdur ona görə. Qütb ətrafı rayonlarda troposfer qatının qalın olması, xeyr, əksinə qütblərdə troposferin qalınlığı azdır. Ən qalın troposfer ekvatorial ərazilərdədir. Ekvatordan qütblərə getdikcə troposferin qalınlığı azalır. Yerin öz ox ətrafında fırlanma sürətinin kiçik olması, xeyr, bu heç bir əlaqəsi yoxdur bu fikrində. Tropiklərdə hava isti olduğu halda yüksək təzyiq qurşağının yaranmasının səbəbi. Nəyə görə tropiklərdə deyir hava istidir? Tropiklərdə hava isti olmağına baxmayaraq, nəyə görə burada yüksək təzyiq qurşağı olur? Çünki orada hava enən olur. Enən hava varsa təzyiq də mütləq yüksək olmalıdır. Enən hava axınlarının üstünlük təşkil etməsi həmin ərazidə nəyin yaranmasına səbəb olur? İsti yüksək təzyiq qurşağının yaranmasına səbəb olur. 98. 4500 metre yüksəklikdə olan alpinistlərə məlum oldu ki, havanın temperaturu 0 dərəcədir. Aha, deməli, qarı xətti harada yerləşir? 4500 metrədədir. Dağın ətəyində, okean səviyyəsində havanın temperaturunu müəyyən edin. Dağın ətəyi haradadır? 0 metrədə. Bir dağ var, 4500, bilmirik dağın hündürlüyü nə qədərdir. 4500 metre yüksəklikdə, misal üçün, dağın zirvəsi olsun, tutaq ki. 4500 metrdə. Temperatur 0 dərəcə, eləmi? 0 dərəcədir. Dağın ətəyində okean səviyyəsi 0 metrədədir də. Burada nəyi soruşur? Temperaturu, eləmi? Neçə metrə hündürlük fərqi var? 4500 metrə. Nə qədər temperatur dəyişməsi baş verər? Deyək ki, müəllim, 100 metrəyə 0,6 dərəcə dəyişirsə, 4500 metrəyə x dərəcə dəyişəcək. Buradan temperatur eləyəcək 4000 metrəyə 24 dərəcə, 500 metrəyə 27 dərəcə. 27 dərəcə temperatur dəyişməsi baş verəcək. Zirvədə temperatur 0 dərəcədirsə, aşağıya doğru gələndə temperatur artacaq. Nə qədər? 27 dərəcə. Yəni temperatur nə qədər olacaq? Olacaq müsbət 27. 99-cu suala baxaq. A nöqtəsində atmosfer təzyiqini verib. Nə qədər verib? Verib 760 mm civə sütunu. Deməli, təxminən dəniz səviyyəsidir. Temperaturu da verib. Nə qədər verib? Müsbət 10 dərəcə verib temperaturda. B nöqtəsində atmosfer təzyiqini verib. Nə qədər verib? Dağıdır. Fikir verin. Yüksəklikdir.
B məntəqəsində atmosfer təzyiqini verib. Nə qədər? 460 mm civə sütunu. Və B nöqtəsindəki havanın temperaturunu bizdən soruşur. Temperaturunu müəyyən edin. Baxaq. A ilə B arasında nə qədər təzyiq fərqi var? Biri 460-da, biri 760-da. Deməli, atmosfer təzyiq fərqi 300 millidir. Yəni də atmosfer təzyiqi 300 milli azalıb. 300 milli neçə metrə deməkdir? Təzyiqdən metrəyə keçəndə nə edirdik? 1-in 10-a nisbətidir. 300 milli 3000 metrə deməkdir, eləmi? Deməli, aralarında nə qədər hündürlük fərqi var? 3000 metrə, eləmi? Aralarında 3000 metrə hündürlük fərqi var. Sonra nəyə soruşur bizdən? Deyir ki, həmin məntəqədəki temperaturu müəyyən edin. Dağın ətəyində temperaturu verib 10 dərəcə. 3000 metrə yuxarı qalxanda nə qədər temperatur dəyişməsi baş verər? Deyirsiniz, müəllim, 1000 metrəyə 6 dərəcə, 2000 metrəyə 12 dərəcə, 3000 metrəyə 18 dərəcə. Deməli, aralarında 18 dərəcə temperatur fərqi olacaq. Ətəkdə müsbət 10-dursa, yuxarı qalxanda 18 dərəcə azalacaq. Eləyəcək neçə? -8 dərəcə. Bəli, 3000 metrə yüksəklik və temperatur da -8 dərəcə. 100-cü suala baxaq. Dağın yamacında A nöqtəsində havanın temperaturu. Bir dağ var. Yamacında A məntəqəsində havanın temperaturunu verib 11 dərəcə. Misal üçün, burada bir A məntəqəsi var. Temperatur 11 dərəcədir müsbət. Sonra nə deyir? B nöqtəsində isə 26 dərəcədir. Deməli, B nöqtəsi mütləq A-dan aşağıdadır ki, temperatur çoxdur. A və B məntəqələri arasındakı hündürlük fərqini tapın. Deməli, B məntəqəsi bilmirik hardadır, amma A-dan aşağıdadır. Çünki temperaturu çoxdursa, daha aşağıdadır. Misal üçün, burada bir B məntəqəsi var. Burada temperatur nə qədərdir? 26 dərəcə. Baxırıq. A ilə B arasında nə qədər temperatur fərqi var? Biri 11-də, müsbət, biri 26-da. Bəli, aralarında düz 15 dərəcə temperatur fərqi var. İndi sizdən soruşuram. Bu 15 dərəcə neçə metrə deməkdir? Neçə metrə deməkdir? Quraq tənasübümüzü. 100 metrəmiz 0,6 dərəcə, x metrəmiz isə 15 dərəcə. Buradan x-i tapanda eləyir nə qədər? 2500 metrə. Deməli, A ilə B arasında nə qədər hündürlük fərqi var imiş? Arasında 2500 metrə hündürlük fərqi var. Yəni, hansı variant? Bəli, B variantı.